Salam, bugün sizlerle birlikte şirin, ağzı dağılan 7 cihaz veren bu gördüğünüz araxlı kurabiyedən eləyəcəyik. İçi də belə, bildiğiniz ağzı dağılır. İlk öncəliklə araxlarımızı doğrayırıq. Belə bir neçə adet araxsı alıb, bir ocağımızı alıb, taxlanın üzerine koyup doğramaya başlayırıq. Doğradıktan sonra mən yəni bu qədər doğradım. Bu kadar doğradım bir qab. Ben size eşyalar gösterip qabın içine yerleştireceğim. İlk öncelikle 2 adet yumurta, 1 stəkan pesok ve 1 paçka vanildən istifadə edirik. İlk öncelikle 2 adet yumurtamızı kırıp qabımızın içine koyaq. Koyduk. Bir stəkan pesok töküp üzerine de 1 paçka vanil tökürük. İndi isə qarışdırırıq. Mən indi sizə kıvamını göstərəcəm. Hər nəyə qədər qarışdıracaqsınız. İndi bu kıvamı alana qədər qarışdıracaqsınız. Mən indi sizə yaxından göstərim. Baxın belə. Soyuq bir kıvamdır öz əslində. Biraz çoxlu qarışdırın və bu kıvamı alana qədər qarışdırın yəni. Ondan sonra bu kıvamı alanda 1 stəkan günə baxan yağını tökürük. Qarışdırırıq. Yine mən sizə nereye kadar qarışdıracağınızı dedim. Bu kıvamı alana kadar, belə artıq biraz ağırlaşana kadar qarışdırırsınız. Ondan sonra artıq un və qabartma tozuna keçirik. Mən unu gözə yarı tökdüm, ancaq qabartma tozu olan bir yerdə qarışdırmaq üçün ilk öncəliklə 1 stəkan un, ondan sonra üzərinə 1 çay qaşığı qabartma tozu tökdüm. Elə paçkanın içərisində 1 çay qaşığı var idi. Qarışdırmağa başladım. Gördüğünüz gibi bu kıvamı aldı bir stəkandan sonra. Artıq məncə bunu qarışdıramızın yerine koyuruq, əlimizə keçək çünki onun içine dolur. Yenə dediyim kimi un tökürəm çünki unu gözə yarı tökdüm. Gözə yarı deyəndə yəni təxminən 3-4 stəkan un tökmüş olaram. Yəni 4 stəkan maksimum. Belə qarışdırırıq. Mən burada bir əldə kamera tuturam deyə o yüzden belə qarışdırıram. Ehtiyatlı olun qarışdıranda əzdiyiniz yerdə üzərinizə un tökülməsin, un fışqırır çünki. Bunun üçün sizə önlü tövsiyə edirəm. Gördüğünüz kimi bu hala gələnə qədər qarışdırın. Mən biraz yumuşaq etdim çünki yarısını kakaolu, yarısını da adi peçeyi eləyəcəm. Çünki adi peçe kakaolu tam olaraq canına çəksin istəyirəm. İlk öncəliklə yarıya bölürük. Ondan sonra çox olan kakao eləyəcəm. Biz kakaoyu sevirik deyə. Bu adi olacak yani bu da kakao olacak. Adinin üzerine dediğim gibi hamuru biraz yumuşak elədim. O yüzden adinin üzerine 1 çörək kaşığı un tökdüm ve karıştırmaya başladım. Gördüğünüz gibi adinin kıvamı belə oldu. Artıq hamur deyək. İndi isə digər kakaolu olan qabımıza keçə bilərik. Gördüğünüz gibi bunun da kıvamı biraz yumuşaktı. Tam olarak canlı çəksin deyə yumuşaq etdim. 1 yarım çörək kaşığı kakao tökürük. Gördüğünüz gibi bu da yarımıdır. Kıvamı gəlir. Hər ikisi də artıq hazırdır. Artıq forma verib yerinə qoymaq, yəni pişirməyə qoyub göndərmək olur. Gördüğünüz gibi mən belə bir yağlı kağıt istifadə edirəm. Ən birinci xamuru əlimizdə top-top eləyib araxsımıza batırırıq. Doğramamızlara araxsə. Çox basmayın. Mən burada ən birinci olaraq çox bastım. Elə etdiyim səhvlərdən birisi bu oldu. Çünki pişən olsa özü biraz belə yayılır. Yəni artıq dərəcədə yayılmada olacaq qədər yayılır. Yəni çox baxmanıza ehtiyac yoxdur. Gördüğünüz gibi belə etdik. Tüm tepsiyə yaydım. Tüm tepsiyə etdim. Yerinə qoydum və bu qədər. Gördüğünüz gibi son halı da budur. Doğrudan ağzı dağılır. Çok qəşəng bir həzzi var. Bu resepti sizə tövsiyə eləyirəm. Doğrudan da çok qəşəngdir. Sağ olun, var olun.